saxlamışam. Saxlamışam balaca bazarın yanında. Yəni Aha, mən burada quşlar uçurmuşam mən 13 saat, 12 saat. 92 kimi. Ondan sonra mən video demişəm ki orada. İndi Baxmışam, ya, mən bir qulaq gün asmışam. məndən leopardı bir dənə baxarlar. Ha damın üstündə. ley onsuz bizdə də aman vermir. Ya ley götürür, ya bulud götürür. Nə Ama bunu da quş gözü gəlirlər bula. Hadi ley koymur imkan. İmkan da. 3-4 saat görürük, 4-5 saat vəsə. Bəbəşdə mənim quşlarım çoxdur. Kimdən? Anarda Laksiyəzəndən gedən anar var. Tanıyırsan ha? Ekskuvasiya. Ha? Belə eşitmişəm, yəni yaxınlığım, yoldaşlığım yoxdur. Mənim quşlarım çoxdur. Aslanda var, balası da var. Eyni nəsildirmi, yoxsa necə? 7 7 quşuna. Maşallah elə ağ qara quyruq bədrəngin yoxdur. Çıx lan, göstər göy ol. Göy olan. Satıb eləyirsən həm quşlarını. Mənim quşlarım Azərbaycanın bütün bölgələri aparır. Bilirsən nə edirəm? Yəni ki lazım olsa periyod elində üstü. Aparırlar, bundan çox aparırlar. İstəyir verən olsa yəni deyim. Sərdar mənim üçün yoldaşımdır. Bu tanışıq da Sərdarla. Neyse, bala koymurlar məndə, aparırlar. Yoksa bu kadar kuşu mən 3 günə bir tutan verirəm zaten. Amin 4 saat koyarım. Ay maşallah. 70-80 tane olanda dirəm çoxaldı. Ondan da bir dəfə yapıldı, bir daha zakat verdi. Elman dağlı var bir tane şeydi, Kızıldan. 15 tane falan var. Bazar günü. Hala ona danışıyor. O zaman bağlan karşıdan sarıcaqlı bir uçması, aparan yerdə uçursunlar. Hər bildim. Buradan götürmez. İstədim yığım səni, dedim birdən çatdırmaram, qoy işləmi həll edim, sonra yığım səni. Başka işim var, Allah həll edib gələrdim. Hər qardaşlar, bunu kasımız deyir. Məhməd Əkin qonağı yox. Yəni quş sat, axsaqal satır, eşitirsiniz yəqin səsində. Kim istəsə ya mənə, ya birbaşa nömrəsini qeyd edəcəm YouTube kanalımızda. Zəng eləyib, danışıb, əlaqə saxlaya bilər. Görək qismət Allah'tan bu il rayonda biz də uçurmağı istəyirik. Hamı uçurdu. Hə. Amma Mənim qardaş oğlum canlıya girir ki, Cəmil, gel. Hər gecə canlıdadır ki. Cəmil. Burada kuşbazdır. Haa. Cəmil. Mənim quşlarımı təbliğ tanışıyor. Bak. Cavansan and içmə, böyle canmanca. Bunların 1300 manata satılır Bakıda. Alıp Yox. məndən aparıb, verim Yaxşı quşun yaxşı qiyməti var da mən. Hazırlayır, uçurdu. 8 saat, 9 saat. Türkiye'de 500 manata verdim, yalvardı ki uçurdu. Yo, yaxşı quşun yaxşı qiyməti var. Sən o 9 saat, 10 saat üçün quş götürüb 5 manat satmayacaqsan ki, aydın məsələdir Bana ki. satılırlar. Bu məndə bir tane cəllabat taşıyır bunları. Ha, Quş sonra. quyruqlarına fikir verin, fərqlidir. Güzel. Sayına görə. Yoxsa eyni 16, 17, 16 metrə. 15, 12, 12 lira da satılır. Hala 12 liradan bile gelen kuşlar var. Bunlardan da çok kuyruğu var, bu tatlı. Özün uçurdursan, yoxsa mən? Bəli. Buradan yerim var, ben orada uçurum var. Ha, lap yaxşı. Burada qapıda uçurmursan, yəni yoxsa? Kapıda uçursan. Qapıda uçurdursan. Uçursan. Yavaş yavaş 1-2 saat, 2 saat bakalım gözüne başına güzel. Ben kuş satarım, sabah gelir diğer ki buna uçtu. Ha, onsuz quş birinci uçuşundan özünü göstərir. Bilinir nədir, nədir.
Bunlar bala vaxtı uçurdanda tez yaxşı uçurlar. Biraz geri olanda oynanı gözləsin gerek. Ha. Çok iş tutar. Analar yəqin ki ayrıdır. Yoxsa elə Ana hər yerdə var, hər yerdə bala var. böyle 7 nəsil deyirsən ha, o Ha, nəsil. hamı da qarışır. O Qarışıb yetmiş canım. erkəklərdən bir tanesi qalıb məndə. O şeydir, nəvələri. O gedib bunlar. Ha, qarışı var. Ölüb də onlar çoxdan. Onlar yetmiş. 81, 82 var. Ha, bunu bildim. Quşdakı qartmırsan. Yox, ay quşunu nə olsun ki, amma məndən quş gözü bütün. Mənimlə yumurta aparıb pistim çıxmasın. Allah bərəkət versin. Yumurta verəm ona, mən neyim şurada? Quş qatmasın, mən store açam ona üçün. Ha, sağ ol.